Gəlin köçən gün həyat yoldaşına şərt qoydu. Dedi, bircə şərtim var. Hasan ürəyim istədi Hüseyni görməliyəm. Mən onsuz yaşaya bilmirəm. Hər gündə olsa onu görməliyəm. Uşaqlığından deyir İmam Hüseyin addımını hara qoyurdu. Hətta bəzən əyilib ayağının torpağını öpürdü. Belə bir bacı, belə bir qardaşın başının bədənindən ayrılmasını görsün, desinlər ağlama, qəmi içində çək, ürəyində çək. Belə bir vəziyyətdə. Ona görə əsirlər azad olunanda İmam Səccad dedi ki, bibi azadıq, bizi azad buraxdılar. Dedi, qardaşımın balası, ay Hüseynimin yadigarı, get bir yer tap, oturaq doyunca ağlayaq Hüseynə, ürəyim elə dolub, ürəyim elə yanır. Deyir, gəldi, məclis təşkil elədi. Əzadarlıq məclisi, neçə günün qəmidir, Zeynəbin ürəyini dağlayır. Deyirlər, elə yana-yana ağladı. Hüseyin vay dedi, ağladı. Bir neçə qadın göndərmişdilər, qırmızı paltarda ki, getsinlər bayram libasında, Zeynəbə dağ çəksinlər. Yazırlar Zeynəbin nalələrinin təsirindən, onlar da səsini qoşdular xanım Zeynəbin səsinə. Onların da ürəyinə təsir qoydu. İndi bu bacı təllin üstündən baxır, qardaşının başını kəsirlər. Necə dözsün Zeynəb? Mən danışmıram, Aşura gününün sözləridir. Amma gəldi, cənazələrin arasında gəzir, İmam Hüseyin şəhid olandan sonra qardaşının cənazəsini axtarır. Neçə dənə kəramət görsənib, biri də budur ki, Hüseynin cənazəsindən burada səs gəldi. Çünki bildi, Zeynəbin ürəyi partlayar, onunla görüşməyib getsə, əsirləri aparırlar. Dedi, bacı gəl, mən sənin Hüseyninəm. Gəldi, İmam Hüseynin başsız bədənini görəndə birinci sözü bu oldu. Əntə əxi, sən mənim qardaşımsan, sən mənim qardaşım Hüseynsən. Ondan sonra baxdı, dedi, yox, mənim qardaşım düşmənə arxa çevirməyib, ona arxa tərəfdən yara vursunlar. Elə ki, şair yazır, elə ki, arxası üstə döndərdi. Dedi, Hüseyin, bu ox vuranın əlləri düşsün biləyindən. Hansı ürəyin qanı çıxıbdı kürəyindən. Elə ağladı ki, hamını ağlatdı xanım Zeynəb. Kufəyə daxil oldu, gördü ki, cəmaat bayram eləyir. Qəmin qüssənin içində qızın dərdi olanda anası ilə dərdləşər, üzün dolandırdı Mədinə səmtinə deyir. Deyir, dedi ki, yaman günümdür nənə, xarici deyirlər Hüseynə. Ana, ya Zəhra, gəl gör Hüseynimin başını niziyə vurub dindən çıxmış elan eləyiblər. Deyirlər, Hüseyin kafirdir, nəuzubillah. Deyir, baxır o nizədə olan başa, gördü hər yandan daş yağdırırlar. Daş başa dəyəndə, dedi, Hüseyin, bax gör nə namərd adamlara qonaq gəlmirsən. Səni qonaq çağıranlar indi hər tərəfdən daş atırlar və bu qəm Zeynəbi öldürdü. Sözümü bitirirəm, axırda deyir, can verən məqamda neçə balası, neçə qardaşı olan xanım Zeynəb tənha can verir, gözü qalıb qapıda. Dillər gördülər, əlini qoyub ürəyinin başına. Gəldilər, qüsul verəndə əllərin ayırsınlar, gördülər Hüseynin o qanlı köynəyin basıb ürəyinin başına. Axır nəfəsində də ya Hüseyin deyə Zeynəb dünyadan getdi, dünya ilə vidalaşdı. Əla lənətullah ələl qavmiz zalimin, la havlə və la quvvətə illa billah.